Salam əziz izləyicilərim. Bugün mən kartof salatı hazırlayacağım. Çox dadlı, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz bir salat reseptidir. İndi isə keçək hazırlamasına. Kartofu qıp-qıp formada doğrayıb, tavaya yağı əlavə edib qızardıram. Kartof qızarana kimi 2-3 ədəd yaşıl biberi uzun füso formada doğrayıram. Biberləri doğradıqdan sonra 2-3 ədəd kökü də tyorkanın iri gözündən keçirdirəm. Sonra isə 2 ədəd soğanı da halqavari şəkildə çox da balaca olmayacaq formada doğrayıram. Kartoflar bişəndən sonra başlayıram. Əvvəlcə soğanı qızardıram biraz yağda. Yağ duru yağ olmalıdır. Zeytun yağı da ola bilər. Semişka yağı da. Sonra isə yaşıl biberi əlavə eləyirəm. Biraz pürtlədəndən sonra kökü də əlavə eləyirəm. 2-3 ədəd kökü tyorkadan keçirdib üstünə əlavə eləyib biraz pürtlədirəm. Qarışdırıb biraz bişəndən sonra götürürəm. Duz istiot biraz sərpirəm ki dadı olsun. Çox öldürmürük. Sonra isə 2-3 ədəd turşu xiyarı qıp-qıp şəkildə doğrayıram. Xiyarlar doğradıqdan sonra bir qabda qarağdalını əlavə eləyirəm. Bütün ərzaqları qaba əlavə eləyib, biraz duz, istiot, mayonez, bir dəstə şevit də əlavə eləyib yaxşıca qarışdırıram. İnanın çox dadlı, həm görünüşü gözəl, həm də dadı çox dadlı salat alınır. Siz də bu salatı evdə eləyib nuş eləyə bilərsiniz. Evdə olan az ərzaqla eləyə biləcəyiniz çox dadlı bir salatdır. Hələ də kanalıma abunə olmamışsınızsa, videoyu bəyənib, kanalıma abunə olub, mənə dəstək olmağı unutmayın. Hələlik.